Bugün mübarək Ramazan ayının 28-ci günüdür. Sabah Ramazan ayının 29-cu günüdür və ola bilsin ki, sabah sonuncu gün olar Ramazan ayının. Çox böyük ehtimallarla Azərbaycan ərazisində ayın teleskop vasitəsilə görünmə ehtimalı var. Hər halda bu barədə qəti bir şey demək olmur. İnşallah bununla bağlı yəqin açıqlama da verirlər. Hər halda ayın görünməsi ilə bağlı müvafiq araşdırmalar aparılacaq və məlumat da veriləcək. Yəqin ki, mətbuat vasitəsilə də məlumat veriləcək. Hər bir halda Ramazan ayının sonuncu söhbətidir bugün. Çünki sabah mən olmayacağam, bir mühüm səfərlə bağlı məclis təşkil oluna bilməyəcək. İnşallah sabah olmadığıma görə bugün sonuncu söhbətimizdir bizim. Fitrə zəkatı ilə bağlı suallar çox ünvanlanır bizə. Onu deyim, sonra bəhsimizi yekunlaşdıraq. Fitrə zəkatı bayram gecəsi ayrılır. Bayram gününün bayram namazının vaxtına qədər, təxminən 8-9-da bayram namazının vaxtı olur da, məsələn 7-də də hesablamaq olar, gün çıxan vaxtı, gün çıxandan sonra. Fitrə zəkatı bayram axşamı, ayın çıxdığı bəlli olduqda ayrılır və gecə ilə çatdırılsa daha yaxşıdır. Hər halda bayram namazına qədər çatdırılsa yaxşıdır, çatdırılmasa gün ərzində çatdırılmalıdır. Yoxsul insanlara, ehtiyaclı insanlara bayram süfrəsi açmaq üçün həmin gün çatdırılmalıdır. Hamı bilir ki, 100 kiloqram arpa, buğda, un, düyü, kişmiş və s. ərzaqların məbləği, dəyəri qədərində pul yaxud ərzaqın özü ayrılır, ailə üzvlərinin hər birinin adından. Bir sual hamını maraqlandırır, mənə müraciət edirlər, bizə müraciət edirlər ki, həmişə bu məsciddə fitrə zəkatı ödəyənlər var idi. Biz ümumiyyətlə əvvəl tövsiyə edirik ki, fitrə zəkatını tanıdığınız yoxsullara verə bilərsiniz, fəqirlərə. Amma bəzi insanlar var ki, məsciddə verirlər ki, buradan paylansın, hər il bunu ediblər. İndi pandemiya səbəbindən indi bayram namazı məscidlərdə kütləvi şəkildə qılınmadığından soruşurlar, necə eləyək? Mən bir daha nəzərinizə çatdırıram ki, həmin bayram günü məscidin xidmətçilərinə, Hacı Rasimə, Hacı Bəhlullah, digər burada xidmətçilərə yaxınlaşıb, bayram gün ərzində fitrə zəkatlarını insanlar ödəyə bilər və eyni zamanda da karta köçürmək istəyənlər də bizim Facebookdakı rəsmi səhifəmizdə kartın nömrəsi qeyd olunub, kim hesaba köçürmək istəyirsə, ora müraciət edib hesaba köçürə bilər. Yəni, bu bizim sizə çatdıracağımız məlumatlardır. Kim də istəyir, nəqd ödəsin, onlar xidmətçilərə gün ərzində bayram günü burada olacaqlar. Yəqin ki, onlara biz də ciddi deyərik ki, nəzarət eləsinlər, həm də ki, Hacı Rasimə də digər insanlara da yaxınlaşıb, onu bizə çatdıra bilərsiniz. Hamısı da mənim nəzarətimlə şəxsən lazım olan istiqamətdə sərf olunacaq inşallah. Allah tutduğumuz orucları, ibadətləri bizdən qəbul eləsin inşallah. Ramazan ayının sonuncu söhbətidir. Bugün bitiririk söhbətimizi. Mən mövzunu yekunlaşdırmışam, artıq yekunlaşdırmamışam. Yəni, danışılacaq məsələlər çox idi, amma da təzə bir bəhs açmaq istəmirəm o mövzu ilə bağlı. Xatırlayırsınızsa, Ramazan ayının əvvəllərində vərə haqqında danışdıq. Vərə dedik nə deməkdir? Vərə günahdan çəkinmək, günaha yaxın getməmək, günahla fasilə saxlamaq. Vərə bu xüsusiyyətdir. Biri var ki, təqva günahdan çəkinməkdir. Biri də var, vərə günah ehtimalına tərəf belə getməmək. Vərə belə bir xüsusiyyətdir. Günahın ehtimal olunduğu bir yerdən çəkinmək. Məsələn, söhbət başlayır, əvvəlindən hiss edirsən ki, bu günaha tərəf gedə bilər, əvvəlindən sözü dəyişmək, əvvəlindən yolu dəyişmək, yəni maksimum ehtiyatda olmağa vərə deyilir. Vərə hansı xüsusiyyətdə, elə bil minalanmış sahədə necə diqqətlə hərəkət edirsən, vərə belə bir xüsusiyyətdir. Günahlar arasında belə diqqətlə hərəkət eləməkdir. Və
Bu ayın yadınızdadırsa qeyd elədik, ən üstün əməli Həzrət Əli əleyhissalam Həzrət Peyğəmbər sallavatullahdan soruşur ki, mə əfzəlül əmal fi hazəş şəhər. Axırında söhbətin əvvələ qayıdıram. Yəni, axırıncı günümüzdə əvvəlin ilk söhbətə qayıdıram. Həzrət Əli əleyhissalam soruşur Həzrət Peyğəmbərdən ki, mə əfzəlül əmal fi hazəş şəhər. Bu ayın ən üstün əməli hansıdır? Buyurur ki, əl-vərə an məharimillah, Allahın haramlarından çəkinmək. Özdə ki, bir xütbəni danışıb bu ayın fəzilət haqda. Hər şeyi qeyd edib demək olar. Quran oxuyana bu savab var, yatana bu savab var, nəfəsə bu var, qohumların ziyarətinə, salavat deməyə, əxlaqa filan hamısını deyib bitirəndən sonra Həzrət Əli əleyhissalam deyir ki, bəs ən üstünü nədir? Böyük adamlar ən üstünün dalınca qaçır axı. Yaxşı ilə qan olmur. Ən yaxşısı nədir mənə, ya Rasulallah, bunu buyurun. Buyurur ki, əl-vəraq ən məharimillah. Bu ayda heç nə eləməsən də, heç bir vacibdən başqa heç bir müstəhəb əməl eləməsən də, ən əsas diqqəti haramlardan, günahlardan çəkinməyə, vərə xüsusiyyətinin yaranmasına ayırsan, heç bir günah eləməsən bu ayda, ən önəmli iş budur. Hər bir ibadətdən önəmlisi budur. Hər bir əməldən vacibi budur. Mən bu barədə bir neçə cümlə danışım, bugün vida məclisimizdir. Bir daha deyirəm, sabah Ramazan ayıdır, sadəcə mən olmayacam deyə bugün bizim vida məclisimizdir. Vərə təkcə Ramazan ayında lazım deyil, təkcə Ramazan ayının xüsusiyyəti deyil. Vərə günahdan çəkinmək hər günümüzün ən başlıca xüsusiyyəti olmalıdır. Bu ay sadəcə məşq elətdirir. Bu ay bir ay məşq elətdirir. Hazırlıq yaranır ruhda bunun üçün. Hədislərdə qeyd olunur ki, əməllər günahdan çəkinmək həddində qəbul olunur. Yəni, əməlin çəkisini ağırlaşdıran tərəzidə sənin başqa vaxt günahdan çəkinməyindir. Sənin namazı, orucu çəkili eləyən, ağır eləyən, qəbuluna səbəb olan sənin günahdan çəkinməyindir. Nə qədər günahdan çəkinirsən, bir o qədər qəbulsan, bir o qədər əməlin qəbul olunur. Qəbulluğun meyarı budur. Quranda deyilir bunlar hamısı. Vaxt yoxdur, mən ayələri bir-bir deyim. İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Allah təqvalılardan qəbul edər. Vərə isə təqvanın ən üstün mərtəbəsidir. Vərə günah ehtimalından çəkinmək, günahla fasilə saxlamaqdır. İnsanın Allah yanında hörməti nə ilə ölçülür? Namazının çoxluğu ilə mi? İbadətinin çoxluğu ilə, dualarının, zikirlərinin çoxluğu ilə. Kim Allah yanında daha əzizdir? Daha çox günahdan çəkinənlər. Əziz olmağın da meyarı budur. Allah günahdan çəkinənləri əzizləyir, çox ibadət edənləri yox. Nə qədər çəkinirsən, bir o qədər əzizsən, bir o qədər hörmətlisən. Allah qatında hörmətin meyarı vərədir, təqvadır. İnnə əkrəməkum indəllah ətqakum. Açıq deyir Quranda. Sizin Allah yanınızda ən hörmətliləriniz, ən kəramətliləriniz, ən əzizləriniz təqvalılarınızdır. Günahdan çəkinənlərinizdir. Günahdan uzaq olanlarınızdır. Nə milli mənsubiyyət, nə etnik mənsubiyyət, nə hansısa bir, heç bir ictimai mövqeyi, hansısa bir sosial status, heç nə qiyamətdə üstünlük meyarı sayılmır. Qiyamətin bir meyarı var. Kim yuxarı başladı qiyamətdə? Yuxarı başda oturmaq üçün hansısa bir irqə mənsub olmaq lazım deyil. Cəmaat o desin, mən bu irqdənəm, bu desin, mən bu irqdənəm. Başlasınlar bir-birinə üstünlüklərini sübut eləməyə. Bu, bilməm, 21-ci əsrdə hələ də insanlıq bundan qurtulmayıb, təəccüblənir adam. İnsanların üstünləri təqvalılardır. Günahdan çəkindikcə insan daha dəyərlidir. Sən milləti, xalqı sevmək üçün hökmən deyil ki, bu mərəzə tutulasan, düçar olasan. Hamı yapışsın, özünü müdafiə eləsin, necəm qaldırsın ki, mən başqalarından üstünəm, bir daha deyirəm. Bunun heç bir məntiq əsası yoxdur.
İnsanın üstünlüyünün meyarı mənəvi xüsusiyyətləridir. O mənəvi xüsusiyyətlərin də başında təqva dayanır, vərə dayanır, günahdan çəkinmək dayanır. Və bu insanlar ki, çalışır günah eləməsin, bilirsiniz, nə qədər Allahın yanında əziz olur. Allah, belə deyək də, görməməzliyə vurur onun səhvlərini, xətalarını. Çox günahlarını bağışlayır, göydə bağışlayır. Allah bu adamları xüsusi himayə eləyir, xüsusi nəzarət eləyir onlara. Vərə əhlinə, günahdan çəkinənlərə qarşı xüsusi münasibəti var Allahın. Xüsusi münasibəti var. Xüsusi ehtiramı var bu adamlara. Allahın xüsusi hörməti var. Hörmətlidirlər bunlar. Olub məktəbdə, sinifdə müəllimin yanında hörmətli şagirdlər olur. Mən görmüşəm, özüm də elə müəllimlərin yanında hörmətli şagird olmuşam həmişə. Və görmüşəm ki, məsələn, hörmət ki ortada olur, səhvlər də olur da, biz cavan olanda şululuq da eləmişik, nəsə səhvlər də eləmişik. Hiss eləmişəm ki, müəllim görməməzliyə vurur. Çünki o ehtiram var ortada, hörmət var. Adama xoş bir hiss yaşadır bu. Şagird var ki, məsələn, müəllimin heç bir dəyər vermirdi ona elə. Nəsə bir tünd söz deməyə də lazım olanda ona deyir, bir hörmətsiz. Adam var amma böyüklə, müəllimlə, ustadla arasında bir pərdə var. Görəndə də müəllim özünü görməməzliyə vurur ki, pərdəni, çox gözəl bir münasibətlərdir böyüklə kiçik arasında, ehtiram əsaslanırsa. Allahla da bəndə arasında, istəyirsənsə hörmətli olasan, Allah həya eləsin. Sənə hətta soruşmağı belə, böyükdə də həya olur axı bəzən, kiçiyə qarşı. Allah özü deyir, mən həya edirəm filan kəslərə əzab verməkdən. Allah həya eləyir təqvallarla, hətta hesab kitab aparmaqdan. O qədər hörməti var bunlara. O adamlar ki, günahdan çəkinməyi özlərinə əsas bir qayə hesab edirlər həyatda. Allah da bəzi şeylər var ki, indi olur da, sürüşdü, məsələn, nəfslər apardı, şeytan təhrik elədi. Allah heç elə bir şey görmədi, yəni, belə davranır. Hörmətlə, ehtiramla davranır. Allahın xoşu gəlir günaha qarşı həssas olan adamlardan. Demirəm ki, günah eləməyən. Günah eləməmək, hərçənd ki, hesab edirəm ki, mümkündür, amma tutaq ki, indi günah eləməmək birdən-birə asan məsələ deyil də, günah eləməyənlərdən Allahın xoşu gəlir desə, bu məlumdur, amma hamıya müyəssər olmur. Amma Allahın xoşu gəlir günaha qarşı həssas adamlardan. Günaha ciddi yanaşan, məsuliyyətli yanaşan adamlardan. Yanaşmalar çox mühüm məsələdir. Yanaşmalar. O adamlar Allahla qalır Ramazan ayından sonra. Ramazan ayının təsirindən çıxmırlar. Günaha qarşı həssas adamlar. Günahın üstünə cürətlə gedən adamlar, Allaha sığınan adamlar, günaha zərbə vuran adamlar. Bunlar əzizdirlər. O adamlar ki, oturub bütün gün axtarır ki, pis olan nədir, mənim üçün bağlılıqlar hansıdır, günahlar hansıdır. Fasilə saxlayır. Fasilə saxlayır. Bunlar həmişə ziyafətdə qalırlar. Bunlar həmişə qonaqlıqda qalırlar. Həmişə Allahın qonağıdırlar. Ramazan ayında biraz xüsusiləşir qonaqlıq. Amma bunlar elə ilin 12 ayın Allaha qonaqdırlar. Allahın süfrəsi kənarındadırlar. Allah hamını qəbul eləmir də. Ona görə yox ki, istəmir, Allah istəyir qəbul eləsin. Amma qəbulluğunun bircə şərti var. İnsan üçün günahı tərk eləmək mühüm olsun. Mühüm. Desin ki, günah eləmək istəmirəm. İstəmirəm də günah eləmək. Günahdan çəkinmək istəyirəm. Ramazan ayının ən əsas ədəbi budur. Ramazan ayının ən əsas xüsusiyyəti budur. Və ümumiyyətlə həyatda ən önəmli mövzulardan biridir. İctinabus seyyiat hədisdir bu.
İctinabus seyyiat avla min iktisabil həsənat. Buyurur ki, pisliklərdən çəkinmək, yaxşı işləri görməkdən daha üstündür. Məsələn, bir adam namaz qılır, qeybət eləmir. Qeybət eləmir, namaz qılmağından üstündür. Bir adam oruç tutur, yalan danışmır. Yalan danışmamağı oruç tutmağından üstündür. İctinabul məharim əvla min iktisabil həsənat. Yəni, sən az yaxşı iş gör, amma günahsız. Günahdan qaç. Günahsız böyük çıxır. Yəni, günahdan çəkinməklə. Günahdan çəkinməklə. Bir tikəni deyir, qaytar, nə qədər gecə namazına, ibadətə bərabər. Bir haram tikənib, qaytar da yemə. Gördün, haramda yemə. İnsanın bütün insanlığı imtinadadır. Bilirsiniz, imtina meyyardır, əməl yox. Əməl 100 səbəbdən ola bilər. İmtina eləmək isə göstərici əməlli başdır. İmtinada hoqqabazlıq eləmək olmur, əməldə eləmək olur. Ona görə səmimiliyi imtina göstərir. Etməmək hökmündə daha yaxşı üzə çıxırsan sən kimsən. Namaz qılırsan, hoqqabazlıq eləyirsən, gizlənə bilirsən. Amma o ki deyir, eləmə, içindən təhrik gəlir. Orada sən riya eləyənmirsən, sən içindəki istək səni vadar eləyir ona. Orada çəkinmək göstəricidir. Göstəricidir ki, bəli. Ona görə çəkinməkdə də hər şey. Çəkinməkdədir. Ramazan ayı çəkinmək ayıdır. Ona görə başqa fərqlidir bütün aylardan. Ramazan ayında bir fəna var. Fəna fillah var. Allahda fəna olmaq var. Çünki imtina var. Yox demək var. Yox demək o qədər şirindir, o qədər gözəl haldır. Bir dənə mövzuya axırıncı gün toxunum. Allah təsirli eləsin də mənim də bu kiçik zəhmətlərimi. Axırıncı gündə elə bu ilə bağlı bir mövzuya toxunum və sonra bu ayla vidalaşaq. Bir gün də qalsa elə vidadır da. Vidad elə son saatlarıdır da. Barmaqla sayılacaq qədər vaxt qalıb, saatlar, anlar qalıb. Bir mövzuya toxunum. Mühüm olan məsələ budur ki, biz haqqa doğru hərəkət zamanı hədəfi, məqsədi maddi gözümüzlə görmədiyimiz üçün dərhal hədəf bizi cəzb eləmir. Biri var ki, görürsən ki, hara gedirsən gözünlə, gözəlliyini görürsən, hədəf səni çəkir aparır. Hədəfin cazibəsi. Bir də var ki, insanın həyatdakı hədəfi Allahdır. O yola başlayan kimi sən onu görmürsən. Hədəfin cazibəsi o qədər deyil sənin üçün. Hərdən biz səhv təbliğ edirik, gəl Allah görəcəksən, eşq filan filan, belə şeylər yoxdur. Eşq filan yoxdur gələn kimi. Yalandan cəmaatı çaşdırma, gəlsin sonra hanı və dediyin eşq. Eşqdən filandan xəbər yoxdur. Gəlmirsən hələ, eşitmirsən ki, bir hədəf var. Ona doğru hərəkət eləməliyəm. Və bugünkü söhbəti yadda saxlayaq gələn Ramazan ayına qədər Allah bizə ömür versə. Bugünkü söhbəti. Hamısı lazımlı nöqtələr vardı. Bugünkü söhbət yəni bir qədər elə bil ki, Ramazan ayından Ramazan ayına qədər ki müddətdə dərdə dəyən söhbətdir. Hədəfi gözlə görmədiyimizdən hədəfin dərhal cazibəsi yoxdur ki, biz yola qədəm qoyan kimi, maqnit kimi çəksin biz özünə. Yox, biz onu görmürük, hiss eləmirik. Eşitmişik barəsində ağlımızla. Allah axı dərhal hiss olunmur, görülmür. Şəffaf deyil, maddi deyil. Günahı tərk eləmək ona görə çətindir. Çətin görünür və çətinliyi də var müəyyən qədər. Çünki günahın tərk olunması o zirvə üçün nəzərdə tutulub. Təsirini o zirvədə göstərəcək. Hansı ki zirvəyə çatacaqsan, çatmaq əlbəttə bir nöqtə deyil də, yəni bir zirvənin elə bil ki, yaxınlıqlarına gələcəksən, necə deyim, o yola çıxacaqsan, indi sənin günahı tərk eləməyin orada öz nəticəsini göstərəcək sənə.
Ora üçün nəzərdə tutulub. Əvvəldən ki, sən o zirvəni görmürsən. Zirvəni eşitmədiyin, görmədiyin bir yerə eşitdiyi əsasən gedirsən. Dində hədəf belədir. Gələn kimi göstərmirlər hədəfi. Eşidirsən, gedirsən. İndidən sən çətindir günah tərk eləmək. Ona görə ki, sən günah tərk eləməyin oradakı təsirini indidən müşahidə eləmirsən. Sən indidən deyir, eləmə ki, eləmə. Axırda o məqsədə çatanda, gözün açılanda orada görəcəksən ki, bunların nə qədər xeyri var idi sən o görüşə nail olmağı var. Yuxarıda olanlar daha yaxşı görür günahın zərərlərini. Daha yaxşı motivasiya var. Amma təzə gələn üçün motivasiya yoxdur. Günahı tərk eləmək hədəflə birbaşa əlaqəsini tuta bilmir. Tərk eləyir hələ, amma nəticə görə bilmir. Bir müddət belə yaşayır. Bu ən həssas dövrüdür dindarlığın. Ən həssas dövrüdür. Motivasiya zəifdir. Gəlib deyirlər ki, Allah var, hədəf var, o hədəf eşidir elə. Amma hələ ki cazibəsini hiss eləmir. Və bunun üçün də sən bir müddət filan əməlləri tərk eləməlisən. Tərk eləməyə motivasiyası zəifdir hələ. Sadəcə indidən tərk eləyirsən ki, axırda nəticəsini görəsən. Sonralar, o sonraya qədər dözmək var. Bu yol belə bir yoldur ki, din yolu. İlk ayağı qoyandan cazibəsi bürümür adamı. Bunu əvvəldən açıq-aşkar adamlara demək lazımdır. Rahat demək lazımdır. Ayağı bu yola qoyan kimi cazibəsi adamı bürümür. Allah sevgisi dərhal aktiv olmur insanın vücudunda. Sevgi cürşə gəldi, eşq aləminə düşdün. Elə ayağı qoyan kimi eşq aləmi olsaydı, hamı gələrdi. Elə olmur. Kim ki dinə qədəm qoyan kimi eşq, cazibə aləminə, keyf aləminə düşür, yalan sözdür. Əvvəldən deyək. İnsanları yalandan aldadıb gözləntilərini artırmayaq. Sonra dindən də bədbin olanda nə olacaq? Axırıncı sığınacağı bu olar, buradan da bədbin olar, gedib hara getsin, hansı sığınacaq tapsın özünə. Allaha yaxınlaşmaq şövqü dərhal yaranmır insanın daxilində. Biz əvvəldən o nöqtənin ləzzətini bilmirik, eşidirik sadəcə. Ki, orar ləzzətli bir yerdir. Zirvədə nə var, nə yox, nədir o zirvə bilmirik. Xəbərimiz yoxdur. Ona görə ona doğru hərəkət eləməyin şirinliyi olmur ilkin mərhələdə. Şirinliyi onda olar ki, göstərsinlər, vəssalam. İmam Hüseyin ağa necə göstərdi, vəssalam. O qədər şirin oldu ki, sahabələr üçün, vəssalam. Cazibə, maqnit kimi başladı özlərinə çəkməyə. Amma ona qədər yol gəlmək lazımdır. Gələn kimi göstərmirlər. Pərdənin arxasında gizlənir. Nə var, nə yox bilmirik. Ona görə Allaha doğru gedən yolda cazibə ilə olmur əvvəl. Əvvəl nə lazımdır? Əvvəl özü biraz məcbur eləməlisən hərəkətə. Çalışmaqla olur. Bu hərəkət başlanğıcda cazibə ilə deyil. Zorla ayaqları mətin addımlarla hərəkət eləmək, zorla. Birinci mərhələsi budur. Sonra düşürsən cazibə dairəsinə, keyf ondan sonra başlayır. Sonra düşürsən ora. Yolun əvvəlində əlində qılınc nə ilə məşğulsan? Bəndləri qırmaqla, bağlılıqları kəsməklə, səni yerə yapışdıran bağlılıqlar. Ən ağır məşğuliyyətdir. Ağrısı var ya onun. Elə bir damardır bədəndən, ruhdan gəlib nəyəsə bağlanıb. O damarları kəsmək ağrılı prosesdir. Qurbanın da ilə fəlsəfəsi budur. Qurban o kəsmək var. O irfani anlamı var. O damarların kəsilməsinin, o bağlılıqları qopartmaqdır. Qurban, həccin qurbanı, İsmail qurbanı deyirlər, budur mənası. Hər ayini dərindir də dinin, hər bayramı dərindir. Gedir Həzrət İbrahimə, Həzrət İsmail'a, Allah eşqinə, adi nəfsani, o damarları təhlil edirdi bir kitabda alim. Ki, bir damar nəyi tərənnüm edir, o birisi nəyi, bu birisi nəyi. Hamısı nəfsani bağlılıqlardır. Bağlılıqlardır. Sən əlində qılınc, əlində bıçaq düşmüsən o kəndirlərin canına, onları kəsirsən. Bu kəsmə prosesinin, qopma prosesinin biraz ağırlığı var, əvvəlcədən deyim.
Onun bir qədər ağırlığı var. İlk növbədə bağları kəsirsən, günahdan çəkinməklə. Sonra nə gəlir? Sonra göydən bir ip gəlir, yapışırsan ondan, dartırsan və əssalam, qopdun, getdin. Kef ondan sonra başlayır. Quran nə buyurur? وَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ فَقَدْ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفِصَامَ لَهَا. Ayə çox gözəldir. Kim tağuta küfr eləsə, yəni Allahdan qeyrisindən qopsa, əvvəl budur. Allahdan qeyrisindən qopsa və yu'min billah və Allaha bitişsə, Allaha inansa, ondan sonra nə olur? İp gəlir, möhkəm ip. Yapışırsan, aparır. O ipin sallanması üçün səni bağlayan bağları kəsməlisən. O bir qədər o ipdən xəbər yoxdur. Allah ipindən, Allahın himayəsi filan, Allahın zövqü, şövqü yoxdur ondan xəbər. Bir müddət sən başı aşağı sal, öz bağlılıqları kəs, bu ağırlı prosesdir. Bunun ilk mərhələdə o qədər ləzzəti dərhal gəlmir. Sən kəsdikcə, yavaş-yavaş qopduqca, görsən göydən bir ip sallanmağa başlayır ki, hə, hazırsan, artıq buradan ki qopmusan, əlövü ver, qalxacaqsan. Bax, ora qədər getmək lazımdır. Çox mühüm bəhsdir bu. Çox mühüm bəhsdir. Reallıqları əks etdirir və mübarək Ramazan ayından yadigar qalsın bizim üçün. La ilahə illallah. Yoxdur Allah Allahdan başqa. La, yox prosesi, kəsmə, qopma, qayçılanma prosesi var əvvəl. Bunun üçün motivasiya yoxdur. Çünki sən yola qədəm qoyan kimi ləzzəti hiss eləmirsən hələ. Allah pərdə arxasındadır. Sənə özünü hələ tam daddırmır. Hələ görmədiyin bir şeyə tərəf gedirsən. O qədər cazibəsi yoxdur. Nə üçün tərk eləyəsən? Bir müddət deyir, sadəcə tərk elə. Allah əvvəldən ip göndər bir belvə bağlayasan, qaldırsın. Əvvəl deyir, səni yerə yapışdıran şeylər var. İpi göndərsən də xeyri yoxdur. Sən gərək qopasan ki, uça biləsən. Qopma mərhələsi. Nədir? Qopma mərhələsi günahla mübarizədir. Yox demək. Yox dedikcə bir bənd qırıldı görsən. Bir neçə müddət yox deyirsən, bir bənd qırıldı. Çox qəribə bir prosesdir, çətindir. Əvvəli ləzzətsizdir, ağrılıdır. Ağlığa istinad edirsən, imanıva, fitrətivə. Hələ görməmsən axı, heç nə görməmsən. Eşitmirsən ki, zirvədə Allah var. Görməmsən, ləzzətini dadmamısan. Bunun üçün indi qurban verməlisən. Maraqlısı bu hissədir. Bir var, cazibəsi səni təsirinə alsın, Kərbəla şəhidləri kimi və səlam, düşdün cazibəsinə apardı da, hünər eləmədin. Bir də var, sən hələ cazibəsində deyilsən, hələ görməmsən. Sən görənə qədər gərək eşitdiyi əsasən, dəlillərə əsasən, məntiqə əsasən, az imana əsasən, deyəsən ki, elə bu az imanımla mən başlayıram yola. Mən istəklərimə yox deyirəm. Nə görmüşəm, nə qoxusunu hiss eləmişəm Allahın, nə hərarətini hiss eləmişəm, yolun zirvəsindədir, xəbərin çatdırıblar mənə, yola düşürəm, başlayırsan bir müddət o cazibəsiz halda tərk eləməyə, etməməkdən başlayın. Tərk eləməkdən başlayın. Əvvəldə eşq falan olmur, yalan deyirlər, aşiq, boş söhbətlərdir. Hubbullah narun. Allah məhəbbəti bir oddur. La yamurru ala şeyin illa ihtaraqa. Deyir ki, bir yerə daxil oldusa özündən başqa hər şeyi yandırır. Sənin ürəyində Allahdan başqa var, çox şeylər var. Deməli, Allah məhəbbətindən danışmaq tezdir. Allah məhəbbəti belə şey deyil. 40% var, 30%. Allah məhəbbəti ya var, ya yoxdur. Hubbullah və hubbud dünya la yectemi'ani fi qalbin əbəda. Deyir, Allah sevgisi və dünya məhəbbəti bir qəlbdə heç vaxt ola bilməz olsun. Dünya sevgisinin bir toxumu qalıbsa Allah sevgisi yoxdur. Ya bu 100%'dir, ya heç yoxdur. Allah sevgisi belədir. Tam təmizlənəndə Allah eşqi qəlbə daxil olur. Amma ona qədər Əhl-i Beytin məhəbbəti var, Allaha qarşı müəyyən bir əlaqə var bunlar. Amma sevgidən danışma gələn kimi
hər yoldan keçən bir mən Allaha aşiqəm. Sən kimsən Allaha aşiq olasan? Heç bir aşiq deməyib mən aşiqəm. Allaha aşiq deyiləm sözü təvazökarlıq deyil. Ürəyivə baxırsan, görürsən ki, dünya toxumları qəlbində varsa sən aşiq deyilsən. Eşq mümkün deyil. 50-50 olmur bu eşq. Bu eşq ya var ya yoxdur. Ona görə də birinci o dünya toxumlarını təmizləmə prosesində hubbullah, məhəbbət, Allah məhəbbəti gəlmir qəlbə. Axırıncı toxumu çıxardana qədər gəlmir. Ona görə bu çətindir. Axı sevgi qəlbdə deyil ki, səni stimul versin, səni hərəkətə sövq etdirsin. Bilmirəm, çox mürəkkəb mövzuya girmişəm bir mənada. İndi bilmirəm nə qədər dərəcədə çatdıra bilirəm. Hərəkətin əvvəlində intensiv mübarizə lazımdır. Allahın köməyi də bu mübarizədə şəffaf hiss olunmur. Pərdə arxasından təsir eləyir. Pərdə arxasından. Çox incə, qeyri-şəffaf. Köməyini o qədər hiss eləmirsən. Hövsələsiz adamlar özündən çıxır. Nə oldu? Mən nə vaxta qədər bir kömək ilə əlimdən tutdu da mən nə qədər hövsələsiz adamlar davam gətirə bilmir. Tez tələsmək lazım deyil. Adam var, bir dənə günahı tərk edib, mələk axtarır ki, görüm ki, hansı mələk başıma təvaf eləyəcək. Hansı mələk mənə salam deyəcək. Sən hələ bir-iki dənə kəndiri kəsmirsən. Hələ çoxdur kəndirlər. Onları kəsməlisən. Üzülmədən, narahat olma, çoxdur deyəndə də ruhdan düşmə. Bir müddət ciddi mübarizə apar. Hövsələdən düşmə, nə oldu Allahdan bir xəbər gəlmədi? Allah bir müddət sükut dövrüdür Allahın, sakit, heç nəyə qarışmır elə bil. Amma görür səni, sakit dayanıb, səni elə bil ki, buraxıb öz başına elə görünür, elə hiss olunur. Sən vuruşursan, çarpışırsan, heç bir siqnal gəlmir. Hərçənd ki, vəziyyət onun nəzarətindədir, sakit dayanıb, elə bil hamıya deyir, heç kəs yoxdur, bu qoy özü görək neyinir. Hərçənd ki, vəziyyət deyirəm, nəzarətindədir. Amma orada hövsələdən çıxır çoxu ki, nə oldu, axı, nə qədər onlar, sıxıntı, bir göstər, bir kömək elə də, dua elədim, təsir, elə deyil məsələ. Bir müddət sən tək başına qalmalısan, sözün tam mənasında yox, o arxadan nəzarət edir, amma aktiv hiss elətdirməyəcək özünü. Amma mən bu qaydaları sizə izah edirəm. Bu qaydalardır. Aktiv özünü hiss elətdirməyəcək. Sən bir müddət ciddi mübarizə aparmalısan. Sanki tək qalmısan kimi mübarizə aparmalısan. Allahın qapısına gedəndə ilahi dərgah var da, mənəvi klinikalar var. Belə deyək. Müraciət edəndə ilk nə müayinədən başlayırlar. Allah adamdan birinci nə soruşur? Deyir ki, indi hansı günahla mübarizədəsən? Nəyinə mübarizədəsən? Çoxumuzdan soruşsaq bilmirik. Deyir, günah elə. Nə ilə bu hal-hazırda hansı xüsusiyyəti tapıb o ilə davadasan? Buna hər bir adam hazır olmalıdır. Az eşqlə yola çıxmaq lazımdır. Adamda əvvəldən eşq olmur, aşiq olmağa eşq olur. Adam əvvəldən aşiq olmur. Gərək aşiq olmağı istəyəsən, bu ilə çıxasan yolla. İstəmək. Bu da bir işdir. Mən səni sevmirəm, amma sevmək istəyirəm. Bu ilə başlayırsan. Yola bundan başlayırsan. Arzulamaq lazımdır. Qopmaq hərəkətinə başlamaq lazımdır. Allaha doğru hərəkət ilk mərhələdə qopma hərəkətidir. Strategiya bundan ibarət olmalıdır. Mənim yol strategiyam nədir? Strateji istiqamətlər olur da hər bir sahədə. Strategiya nədən ibarətdir? Strategiya mən sizə təklif edirəm ki, yolunuza strateji xətt olaraq müəyyən eləyin, günahdan çəkinmək mənim strateji istiqamətimdir. Səhərdən axşama qədər günahdan çəkinmək strateji istiqamətdir. Axıra qədər də gedirsən, axıracan. Amma sonralar asanlaşır bu. Nuraniyyət gəlir qəlbə. Allah pərdə arxasından çəkildisə, yenə sən pisliklərindən mübarizə aparırsan. Amma çox-çox asanlaşır sənin üçün. İlkin mərhələdə çətindir.
Ramazan ayı bitir. Şəvval ayı daxil olacaq. Bir müddət sonra, bir neçə saat sonra, bir sutkadan biraz çox qalıb. Bir sutkadan biraz çox qalıb. İlahi ziyafətdən aram-aram xaric olacaq. Yavaş-yavaş. Bayram günü də biraz güzəştlər olacaq. Təzə ayrılıb Ramazan ayından ürəyin sındırmayın. Bayram günü də biraz güzəştlər olacaq. Və sonra başlanacaq təzdən. Gözləməyin ki, aşıq olum, sonra hərəkət edeyim. Aşıq olmağın proqramını dedim sizə. Eşq birdən-birə gəlmir. Acı bir mərhələ var. Eşq yolunda hələ eşq gəlməmiş gərək fədakarlıq eləyəsən. Qəribə bir şeydir. Bir var sevəsən fədakarlıq eləyəsən. Bir var hələ sevməmiş fədakarlıqla başlayırsan ki, sevəsən. Ay Allah, bunlar nə qədər lazımlıdır. Sevəcəyin, hələ sevmədiyin bir varlıq üçün qurban vermək çətindir. Sevəndən sonra nə var ki? Sevməli olduğunu, eşitmirsən ki, onu sevmək lazımdır. Yola çıxmısan, işdən səndən qurban tələb edir, filan şey eləmə. Bununla başlayırsan. Hələ zəif imanla, hələ ləzzətini dadmamış inan da, inan, deyir eləmə. Deyir eləmə. 1, 2, 3, tələsmə özdə. Nə oldu demə, hövsələsizlik eləmə. Aşıq olmaq proqramı qopmaq proqramıdır, günah eləməmək proqramıdır. Aşıq olum sonra mümkün deyil. Əvvəl tanımadığın, az sevdiyin, sevgisini tam hiss eləmədiyin Allah üçün günahdan keçməlisən. İşi çətinləşdirən budur. Heç bir cazibəsi hələ o qədər də yoxdur. Amma deyir, ağlıva istinad elə dinən ki, sənə görə eləmirəm dinən bir müddət özüvə. Başımı aşağı salım, gərək mübarizə aparım mən insan. Hey, başımı qaldırıb Allahın ipini axtarmayayım. Sən başımı aşağı sal, o bəndləri kəs, səni bağlayan bəndləri. Bir gün sən ip gəldi, sallandı, tut getdik. O günə qədər çox da nəsə axtarma, mələk zad axtarma, başıva heç kəs dolanmayacaq. Lazım da deyil sənə, kimsə sənin başıva dolansın. Sən hələ kəs o ipləri, hazır olanda özü gələcək sənə tərəf. Prioritet nə olsun sabahdan, Şəvval ayının birisi gündən, Ramazan ayından sonra? Prioritet nə olsun? Prioritet günahdan çəkinmək, etməmək. Tədricən yollar açılacaq. Bu prosesdə adam yorulur. Neçə başlı əjdahatda bu nəfs, bir başını kəsirsən, gəlir üstü, obrun kəsirsən, gəlir üstü. Əlində silah bu ilə vuruşursan, taqətdən düşürsən, bir məqam olur ki, yorğun, arğınsan, oturmuşsan, görsən bir kanal açıldı, sevgi başladı ürəyə axmağa, sevgi başladı qəlbə axmağa. Başlayırsan düşündükləri və eşitdikləri görməyə, sevgi mərhələsinə daxil olursan. İndi otursan, düşünürsən, o aləm necə aləmdir, dünyadan ləzzətlidir, filandır. Bu düşüncə ilə hasil olan bir şey deyil, necədir? Fikirləşməklə olmur. Sən deyir, heç fikirləşməklə çatmayacaqsan, o nə aləmdir. Sən deyir, başı aşağı sal, praktiki olaraq mübarizə apar. Günahdan çəkinməklə məşğul ol, düşüncə ilə çatmayacağı, gəlib əməllə çatacaqsan. Başlayacaqsan görməyə başlayacaqsan. Necə görməyə? Praktiki olaraq, sən deyilən, mən heç nə bilmirəm, mən cahiləm, mənə deyirlər eləmirəm, etimad edirəm deyənə. Hələ heç nə də hiss eləmirəm. Bu eləməməyin nəticəsində görmürəm hələ. Sadəcə bir müddət deyib eləmirəm də, mənə yaradan deyib. Nəsə var, başa düşməsəm də nəsə var.
Eləmə, 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 ta, bir müddət sonra yavaş, görürsə istilik gəlməyə başlayır və sən öyrənməklə bilmədiyi, bilə bilməyəcəyin şeyləri başlayırsan hiss eləməyə, praktik olaraq. Günahdan çəkinmək təbii olaraq sənin üçündən bu çeşmələri qaynadır. Düşürsən feyz aləminə, eşq vadisinə daxil olursan. Eşq vadisinə. O zirvələrə gedən yol sadə 5-10 dənə göstərişdən keçir. Qapıları o 5-10 dənə göstərişlər açır insanın üzünə. Düşünürsən ki, ilk mərhələdə çətindir mübarizə, bəli çətindir. Sonra sən başlayırsan bu mübarizə nəticəsində sənə tanış olmayan hissləri təcrübə eləməyə. Sözdən heç kəs çatdıra bilməzdi, kitab çatdıra bilməzdi. Təcrübə eləməyə başlayırsan. Eşqin oduna düşürsən, necə sadə şeylə eləmə. Özvə səd qoy. Çətindir bilirəm, çünki eləməməyə belə deyim, motivasiya yoxdur. Azdır, amma eləmə. Bəndləri qır, bağlılıqları qır, bu acı səni əsarətdə saxlayan, günü qara eləyən bağlılıqları kəs, sonra o quş qəfəsdən çıxan kimi uçduqca uçacaqsan, sonsuz bir ümmana daxil olacaqsan, sonsuz bir istiqamətdir. Orada da sən feyz aləminə gedib daxil olacaqsan. Ramazan ayının son günü bir qəm hissi gəlir adama. Çox nurani qəmdir o. O qəmi dünyanın heç bir ləzzətinə dəyişmək olmur. Ramazan ayının son gününün qəmi var. Həqiqətən var bu qəm. Hamımızın ürəyimizdə var. Adam ayrılanda həsrətlə baxır. Xüsusən sabahki gün qürub vaxtı. İstər-istəməz ürəyə bir qüssə gələcək. Mütləq gələcək. Adam oturur elə həsrətlə baxır ki, gedir bu ay. Əziz qonaq gedir elə bil. Həqiqətən də elədir. Adam oturur, həsrətlə baxır. Adam istəyir bir küncdə otursun, dizlərim qucaqlasın, həsrətlə baxsın ki, yenə də ayrılır bu ay. Sual verirəm, bu məhəbbət, bu günahkar qəlbə hardan gəldi? Axı, mən bu şeyin əhli deyildim ki, mənəviyyata belə bir qəm çəkim, filan eləyim, bir ay mübarizənin. Bir ay mübarizənin bərəkətidir, görsən. O ki, deyirəm, eləmə, görsən, 30 gündə nə oldu? Bir mənəvi bir şeyin qəmi gəlib düşdü ürəyimə. Mən özümü tanıyıram da, mən belə adam deyiləm, axı, oturam mən, narahat olan qəmlənə. Bu bir ay Ramazan ayının mübarizəsi, etmə əmrinə tabi olmaq, gördünüz, hansısa bir əl çatmaz mənəvi ləzzəti az da olsa dattırdı. Çatdıqda axır, deməli ki, mümkündür bu şey, mümkündür. Allahümmə əxric hubbət dünya min qulubina. Bu bir duadır. İlahi, dünya məhəbbətini ürəyimizdən çıxart. İkinci dua. Allahümməmlə qulubana min hubbik. İlahi, doldur ürəyimizi məhəbbətindən. Hansı birinci olmalıdır? Birinci, ilahi, dünya məhəbbətini ürəyimdən çıxart. O gün gördüm bir videoydu. Ayətullah Behçətə deyir ki, lənətin savabı çoxdur. Ya salamın deyir, əvvəl lənətdir. Əvvəl gərək, başını da aşağı salır deyir. Əvvəl gərək süpürəsən deyir, təmizləyəsən, sonra qonaq gəlsin. Lənət bu təmizlənməkdir, süpürüb təmizləməkdir. Əziyyətlidir, amma qonağın gəlməsindən sonra görürsən ki, dəyərdir bu əziyyətə. Qonaq ki, qədəm qoydu, təmiz qəlbə. Vəssalam, keyf ondan sonra başlayır. O süpürmək vardı, neçə illərdir süpürürdün. Onun acılığı gedir, heç nə. Onun acılığı yaddan çıxır. Mehman, qonaq qədəm qoyan kimi, o mübarək qonaq qəlbə gələndə, daxil olanda. Ona görə əvvəl lənət oxu təmizdən, sonra salam denən. Lənət oxu, hərəsi bir xislətdir onun. Əvvələnən filan, hamısı bir xislətdir içində, təkcə ictimai şey deyil, içində olan bir xislətdir. Filankəs eləyən xüsusiyyətlərə lənət oxuyursan. Ona görə bir irfani bir haldır, təkcə fərdlərə lənət oxumaq deyil, içində olan hansısa bağlılığa
lənət oxuyursan. Ömər ibn Səd bir bağlılıqdır, Şimr bir bağlılıqdır, filan kəs bir bağlılıqdır. Bunlar daxili bağlılıqlardır. Təkcə xarici zülmət deyil. Biz ki, əvvəldən arif deyilik. Deyən dünyanın qabağında dinən ki, mən səni sevirəm, bilirəm. Etiraf eləmək olar. Mən səni sevirəm, amma başqa oynasacam. Çayla varam. Dünya o mənada yox, ağazla dalaşasan, yox, bağlılığa dinən. Dünya gözəl bir yaradılışdır. Dünya deyəndə elə bilirlər ki, Allah düşməndir yer kürəsinə. Məsələn, ağaca, bitkiyə, yerə. Yox, dünya yəni bağlılıq. Bağlılıq, dünya deyiləndə bu nəzərdə tutulur. Etiraf elə, öz halımı ancaq Allaha etiraf elə. Dinən, bilirəm ki, mən kiməm, mən nələri sevirəm, nə? Etiraf elə, dinən, bəli, mən dünyaya bağlı adamam, dünyanı sevirəm. Heç kəs etiraf eləmə, Allaha etiraf elə. Yavaş-yavaş yola düş, Allah sənnəndir, özünü hiss elətdirməsə də. Deyib, bəzən biz günahları eləyirik, mələklərin taqəti olmur, yorulurlar. Allah deyir, özlərinə də demədən onların gözünü bağlı görməsinlər. Ki, bəndəm hörmətdən düşməsin. Allah pərdə arxasında nələr eləyir bizim üçün, bilmirik, qiyamətdə aşkar olacaq. Pərdə arxasında eləyir. Allah gizli kömək eləyir əvvəl. Allaha doğru seyrin əsas istiqaməti bir müddət günahları tərk eləməkdir. Bu ümidlə çağırasan ki, Allah bir gün istədiyi vaxta bəlkə cavab verdi sənə. Bir sən tələb dilində danışmaya, deyilən, mən bu ümidlə çağırıram ki, keyfin istəyər cavab verərsən, Allah sənsən də, mən sənə vəzifə təyin eləməyəcəm ki. Mən çağırmaqdayam, mən mübarizədəyəm, sən bilərsən. Deyir ki, bir nəfər abid ibadət eləyirdi, mələklər dedi ki, ay Allah, bunun ibadətinə bax. Bu gecə gündüz sənə ibadət eləyir. Allah mələklərə dedi ki, gedin görün, adı hardadır onun. Deyib, baxdılar, gördülər, adı xoşbəxtlərin yox, bədbəxtlərin siyahısındadır. Mələk deyə gəldi, qədimdə mələklər insanlarla ünsiyyətdə olardı. Gəldi, dedilər ki, heç xəbərim var ki, adın hardadır? Dedi, hardadır? Dedi, Allah adı bədbəxtlər siyahısına yazıb. Deyib, təbəssüm elədi, dedi ki, sahib odur, ağa odur, ixtiyar ondadır. Hara yazıb, mən işimi görməliyəm. Deyib, qayıtdılar mələklər, gördülər, mələkutda hal, əhval fərqlidir. Allah dedi, bir nəzər salın, lövh-ü məhfuza görün, adı harada yazılıb. Gördülər ki, silinib adı, gəlib düşüb, xoşbəxt, nicat tapmışların siyahısına. Mənim nə işimə qalıb? Mən bəndəyəm, bəndəçiliyimlə məşğulam. Mən 30 gündür sənin qapıva gəldim, mübarək Ramazan ayında gəldim. Haqqım var mənə cavab verməsən bu halımla. Haqqım var. Gəlin belə münacət eləyə buyurun. Mən 28 gündür və 30 gün, 29 gün gəldim hər gün qapıva. Haqqım var, qapından qovasanı, haqqım var. İlahi, haqq verirəm sənə. Mənim kimsini qovmağa da elə layiqəm. Qovsan da mənim etirazım yoxdur. Mənim etirazım yoxdur. Mənim etirazım yoxdur. Mən yenə gələcəm onsuz da. Sən məni qovsan da, qəbul eləməsən də mən hara gedəcəm ki? Mən qəbul olunmaq üçün gəlmirəm, mən gəlməliyəm deyə gəlirəm. Mənim başqa bir qapım yoxdur. İxtiyar sənin əlindədir. Amma olar ki, mənə nəzər eləyəsən, yenə də ixtiyar sənində, amma mənim arzumdur, təmənnam budur. İlahi, bu ildə Ramazan ayından ayrılırıq, əlboş ayrılırıq. Allah, özün şahidsən ki, mən əlboşam. Özün şahidsən. Özün şahidsən ki, mən əlboşam. Mənə ancaq aclıq və susuzluq qaldı bu Ramazan ayından da. Ancaq bu qaldı.
Amma yenə də gələn illər yenə gözləyirəm, gəlim. Axır bəlkə bir Ramazan ayında məni sevəcəksən. Sevirsən, məni daha çox sevəcəksən. Bəlkə bir Ramazan ayında nəhayət ki, məni saxlayacaqsan qapında. Bəlkə bir Ramazan ayım fərqli keçəcək ümidi ilə 30 ildir oruç tuturam, bir yerə çata bilmirəm. Amma ümidimi bitirmirəm. Ümidimi bitirmirəm qətiyyən. Bəlkə bir gün 30 gün, 30 il, 40 il oruç tutacam, bəlkə axır birində deyəcəksən ki, qal da, sən də çox zəhmət çəkdin, saxla mənim yanımda. İlahi, qapısında oturmuşuq Ramazan şəhərinin, həsrətlə qonaqlarına baxırıq, bəziləri əli dolu ayrılırlar bu aydan, hədiyyələrlə gedirlər. Biz həmişəki kimi əli boş oturmuşuq qapıda, əlimiz boş, dizimizi qucaqlayıb, həsrətlə sənin qonaqlarına baxırıq. Ki, onlar da qonaq oldular bizdə. Yenə Ramazan ayı keçdi, biz əli boşuq. Amma mən narazı deyiləm, ilahi. Mən narazı deyiləm. Sənin mənim kimisinə bəndəmdir deməyin sənə yaraşmaz. Mən başa düşürəm. Sən özünü kirlədənməzsən mənimlə. Sən özünü mənimlə kirlədənməzsən. Mən səni başa düşürəm. Yaxşı çıxmaz sənin mənə deyəsən, bu da mənim bəndəmdir. Ələl salama da deyəsən, bəndəmdir mənə də. Yaxşı çıxmaz. Bəli, mən sənə yaraşmıram. Mən bunu bilirəm. Amma neyini ürəyimlə bacarmıram, mən də istəyirəm axı. Görürəm, bəziləri bəndöndür, onlara şəhadət qismət edirsən, onları seçib öz yanıva aparırsan, mən də həvəslənirəm axı, mən də insanam. Haqqındır məni qəbul eləməsən, amma mən də həvəslənirəm axı. Mən də təmənna edirəm. Mən də istəyirəm ki, bir gün mənə də bəndəm deyəsən. Məni də qoşasan bəndələrin cərgəsinə. Fədxuli fi ibadi. Necə gözəl xitabdır bu. Can verəndə bəzilər nə deyir? Fədxuli fi ibadi. Daxil ol bəndələrimin cərgəsinə. Mən də istəyirəm axı. Bir ömür qəbul eləməsəndə şikayətim yoxdur, etirazım yoxdur. Mən layiq deyiləm. Amma istəyirəm mən də. İmam Zaman xeyməsinə mən də istəyirəm. Hərçəl ki, heç ləyaqətim yoxdur qapısında oturmağa. Ləyaqətim yoxdur. Bilirəm, tam ürəyimi təmizləməliyəm səni sevmək üçün. Qarşıda yol var, köməklə əlimdən tut. Bilirəm də ki, mən kiməm, özümü tanıyıram. Amma ilahi, icazəm var həsrət çəkim. Həsrət çəkmək də qadağan deyil ki. Arzulamaq da qadağandır. Eşitmişəm, sən bəzilərini çox sevirsən, mən də istəyirəm. Eşitmişəm, sən bəzilərinə xüsusi nəvaziş eləyirsən, mən də istəyirəm. Məndə də o tamah yaranır. Buna görə ki, qınamazsan məni. Bu üzdülük deyil, cürət deyil, arzudur da deyirəm, arzu. Heç kəslə işim yoxdur ki mənim. Mən həyasızlıq eləmirəm, nəyə sözümü layiq bilmirəm. Mən də oturub arzulamaq gəlir əlimdən. Kimlər hara çatdı bilmirəm, mənim də əlimdən arzulamaq gəlir. Eşitmişəm ki, sənin xüsusi bəndələrin var, onlar sənlə qalacaqlar. Sənin xüsusi dostların var. İlahi, bugün icazə versən bəzi sözləri deyim sənə. Bilirəm ki, mən günahkaram. Söz deməyə iznim var bugün. 29 gün sənin Ramazan ayın gəldi. Mənlə dostlaşdı. İndi ürəyimdə həsrəti var. Ondan ayrılmaq mənim üçün çətindir. İlahi, deməli, məndən də nəsə çıxır arada. Deməli, olur, məndə də alınır hərdən. Deməli, sən gələndə mənə tərəf, əlimdən tutanda, heç olmasa bu mənəvi ayın ki, həsrətini çəkirəm. Deməli, məndə də nəsə var. O qədər də xarab olmamışam. O qədər də xarab olmamışam. Bilirsən, axı, mən inatkar deyiləm. Mən günahkaram, amma inatkar deyiləm. Mən sənlə davaya qalxmamışam. Mən səndən təmanna edirəm ki, əlimdən tut.
Özünə əsir elə ki, azad olun. Mən özünə əsir elə. Özüm də özümə təəccüb edirəm bu Ramazan ayında bəzi şeylər təcrübə elədim axı mən də. Mən də qoşuldum kimlərəsə. Bu ayda sənlə keçirdiyim anlar var mənim üçün. Mən sənlə heç bir an keçirtməmişdim axı. Deməli, hərdən olur məndə də. Belə bu rəhmət yeli əsir mənə də təsir göstərir. İlahi, nə olar, kömək elə ki, günaha tərəf getməyim. Əvvəldən deyirəm, mən yenə bacarmayacam. Sən günaha tərəf qoyma gedim. İlahi, bilirsən ki, Ramazan ayı üçün darıxacam. Mən günahkaram. Əvvəl etiraf elədim, amma bu hisslərim də var da, bilirsən. Ramazan ayı üçün darıxacam mən. Deməli, bir ay ərzində sevə bildik də biz Ramazan ayını. Nə qədər də günahkar olsaq. Kim ki qəmlənir Ramazan ayı qutaranda, bilsin ki, Ramazan ayı da qəmlidir ondan ayrılmağa. Bu müjdəni verə bilərəm. Ramazan ayı saat gündür, Ramazan ayı həqiqətdir. Sən ki ağlayırsan, bir o da ağlayır. Deməli, nəsə var. Deyir, evin divarları ağlayır, orada münacat edirdin. Məscidlər bu il həsrət qaldı möminlərin ibadətlərinə. Canlı aləmdə yaşayırıq, həmahəng aləmdə. Kim qəmlənirsə bilsin ki, Ramazan ayı ondan ayrılmağa qəmlənir. Deməli, mənim kimisi ilə də munis ola bilir Allahın ayı, ola bilir. Belə ümidsizlik içində bir ümid yaranır. Nə gözəl münacat anlarıdır bugün, günləridir, saatlarıdır. Əssalamu aleykə ya şəhrəllahil əkbər. Ərəblər vidalaşanda əssalamu aleyk deyirlər. İmam Səccadın duasıdır bu. Yəni ki, yaxşı yol, salamat get, ey Allahın böyük ayı. Əssalamu aleykə ya idə əvliyai. Salamat get, ey Allah dostlarının bayramı. Ey Allah dostlarının bayramı. Əssalamu aleykə ya əkrəmə məshubin minəl avqat. Salam olsun, yəni salamat get. Ey ən gözəl vaxtlarım, ən gözəl anlarım, ən gözəl saniyələrim. Əssalamu aleykə ya xeyrə şəhrin fil əyyam. Salamat get, ey gün baxımından ayların ən xeyirlisi. Ya Aliyyu, ya Azim, ya Ğafuru, ya Rahim. Salamat get. Allahümmə ədxil əla əhlil quburis surur. Allahümmə əğni kullə fəqir. Salamat gedin ey Ramazan ayının gündəlik duaları. Salamat gedin ey səhər vaxtları. Ey o başdana oyandığım saatlar. Ey ibadət elədiyim vaxtlar. Adi günlərdə mən o vaxtlar oyanmıram, qəflət yuxusunda oluram. Bu ayda bu saatları təcrübə elədim. Salamat get ey iftar zamanları, ey iftar vaxtları. Salamat qalın ey bu zikir məclisləri. Ey İmam Hüseynin hər gündəlik zikri müsibəti. Subhanəkə ya la ilahə illa ənt, əl-Ğavs, xəllisna minən-nar ya Rəbb. Salamat qal, salamat get ey coşan kəbir duası. Ya Həbibə mən la Həbibə ləh, ya Rəfiqə mən la Rəfiqə ləh, ya Ənisə mən la Ənisə ləh,
Ya əmanə mən la əmanə ləh. Ey dostu olmayanların dostu. Ey amanı olmayanların amanı. Ey munisi olmayanların munisi. Ey sevgilisi olmayanların istəylisi. Salamat get. Bikə ya Allah. İlahi bi Aliyyin, bi Aliyyin. İlahi bi Fatimətə, bi Fatimətə, bi Fatimə. Salamat qal ey ruhumu göylərə qaldıran ay. Ey məni dünyadan qoparıb cənnətə aparan ay. İlahi mən yaxşı bəndə olmasam da haqqım var da bu ayı sevməyə. Şahid ol ki mən bu ayı sevirəm. Bu ayın haqqını yerinə yetirməsəm də mən sənin orucluq ayı, Ramazan ayı sevirəm. Haqqım var da ürəyimində darıxsın. Haqqım var da ki ürəyim qəmlə dolsun. Bunlar ki var ürəyimdə, xəbərim var. Mən qəbul edirəm ki ədəbsiz qonaq oldum. Mən qəbul edirəm ki yaxşı qonaq olmadım. Amma bu ziyafətin fəzasını sevdim mən. Axırıncı gün kimin qapısına gedək? Axırıncı gün kimin qapısına gedək? Axırıncı gün sabahdır, bizim məclisimizin axırıncı günüdür. Kimin qapısına gedək? Hər yerdən əl üzüləndə ananın qapısına gedərlər, düzdür? Ana dadına çatır insanın. Hər bir zamanda hamı üst çevirəndə ana üst çevirmir. Gedək anamıza özümüzdən şikayət eləyək. Deyək, ana sənə layiqli övlad olan mədik. Gedək o yanmış qapısına xanım Fatimə Zəhranın. Allahı belə təhdid eləyə bilərik, biz anamızla deyə bilərik ki, bağışlamasan Ramazan ayı sona çatır. İndi də bağışlamasan Həzrət Fatimə rozəsi oxuyarıq, yeri göyə ağladarıq. Bizim başqa nəyimiz var? Gedərik anamıza sığınarıq ki, sən xahiş elə, biz bacarmadıq. Bu ay da əldən çıxır, sən xahiş elə. Bağışlanmağımızı sən istə. Və belə məqamda vida anları yada düşür. İlahi, sən and verirəm Fatimə ilə Əlinin vida zamanına. O zaman ki, o məzlum, qərib Əli oturmuşdu, elə hey deyirdi, kəllimini, kəllimini. Fatimə danışdır məni, danış mənimlə. Bir neçə dəfə çağırdı, cavab olmadı. Axırda fəryad eləyib çağırdı, yazır ki, və fətəhət əynəyi. Və fətəhət əynəyhə və nəzərət iləyi. Bir gözlərini açdı və baxdı Əliyə. Yazır ki, və bəkət və bəka, ikisi də ağladılar. İbkili və bikilil yətama, Əli, ağla mənə, ağla yetimlərimə. Vida anlar yadına düşür adamın. O zamanki Fatiməni aparırlar, Zeynəb balaca qızdı, görmüyor bax ki, evdən gecə dəfn adam aparsınlar. Əlini qoyub rəyinin başına, zülmət gecə, ana gedirsən hansı mənzilə? Qal bu gecəni bizi ilə, gündüz barı düşüyola. Əlinin o qərib saatlarını and verirəm ki, dəfnindən qayıtdı, bilmədi ki, hansı uşağı sakitləşdirsin. Və axırda, ilahi, səni and verirəm Hüseynin vida zamanına. Hüseynin qızlardan ayrıldığı zamana. Birdən gördülər, səs gəlir, ya Zeynəb, ya Ümmə Kulsum, ya Sükeyna, aleykunnə minnissalam. Gördülər ki, səsi gəlir ki, sağ olun, mən də getdim. Deyir, hamısı xeymədən çıxdılar, ağlaya-ağlaya töküldülər ki, atamız gedir, Hüseyin gedir meydana.
Hamı gedəndə ümidimiz İmam Hüseynədir. Axırıncı ümidimiz gedir. Deyir, töküldülər, əhatəyə aldılar, güclə əllərindən çıxdı. Amma elə ata minib hərəkət edirdi ki, gördü ki, at dayandı. Bir balaca qız dayanıb, balaca əllərini qoyub atın ayaqlarına. Deyir, ata, atdan yerə düşməsən, rahat olmaram. Atdan yerə düşdü, deyir, aldı qucağına, qızım, ağlama. Sənin ağlamağın mənim ürəyimi parçalayır. Bir ağlaya-ağlaya deyirdi, Ruddəna ilə Mədinəti cəddina, qaytar bizi babamızın şəhərinə. Bu çöl qorxulu çöl oldu. Deyir, ondan ayrıldı və heç taqətim yoxdur deyəm, İmam Zamanın ağladığı mənzərədir. Deyir ki, sən bacın Zeynəbdən necə ayrılırdın? Hansı şəkildə ayrıldılar, necə oldu da mən bilmirəm ki, yazırlar ki, Zeynəb neçə dəfə özündən getdi, yıxıldı yerə. Məcbur oldu, baxsın, qayıtsın arxaya. Elə çətin ayrıldı. Biz də Ramazan ayından ayrılırıq. Axırıncı xahişimdir səndən, ay mübarək Ramazan ayı. Qiyamət günü məndən şikayət eləmə. Qiyamət günü məndən şikayət eləmə. Demək ki, mənim haqqımı yerinə yetirmədi. Bu fürsəti də əldən verdi. Amma ümid edirik ki, sən bizdən şikayət eləməyəsən, sən bizə qarşı mərhəmətli olasan. Allahümmə inna nəsəlükə və nəd'uk. Bismikəl azimil əzəm, əl-əzil, əcəllil əkrəm və bihaqqı Fatimə və əbiha və bə'liha və bəniha və sirril müstəvdə'i aleyha, ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, şəri olan hacətlərimizi rəva elə, bu ayda elədiyimiz kiçik, naqis, naqabil əməlləri böylü və layiq şəkildə bizdən qəbul elə, hacətlərimizi rəva elə, bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə, övlad həsrətində olanlara salih, sağlam övlad nəsib elə, bu danışılan sözlərə əməl eləməyə bizi müvəffəq elə, iltiması dua deyənlərin hacətlərini rəva elə, şəhidlərimizin ruhunu bizə duaçı qərar ver, biz onların şəfaətindən binəsib eləmə, əskərlərimizə, qazilərimizə, yaralılarımıza şifaya acil mərhəmət elə, günahkar gözlərimizi qiyamətin günündə ağlatma, bizi bundan artıq bir-birimizə mehriban elə, bizi bu ayın bağışlananlarından qərar ver. Dünyanın hər yerində müsəlmanlara zülm eləyənlərə lənət elə. Dünyanın hər yerində haqq əhlinə divan tutanlara lənət elə. İlahi, izzətin xatirinə müsəlmanların izzətlərini əllərindən alma. Müsəlmanların birliyini, vəhdətini bundan daha artıq elə. Dünyanın hər yerində işğalçılara lənət elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı elə. Ağamızın zuhurun tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihəti məəs-salavat.